Dismorfobiya, yəni bədən dismorfik pozuntusu, insanın öz bədənində əslində olmayan və ya çox kiçik olan qüsurları həddindən artıq böyütməsi və bundan şiddətli narahatlıq keçirməsi ilə xarakterizə olunan psixi pozuntudur. Belə şəxslər öz bədənində qüsurlar olduğuna inanırlar. Qadınlar əsasən üzünə və kütləsinə, kişilər isə saçına və bədəninə, əzələlərinə fokuslanırlar. Adətən belə insanlar tez-tez güzgüyə baxır və ya tam əksi güzgüyə baxmaqdan qaçırlar. Belə şəxslər öz görünüşü ilə bağlı suallar verirlər, tez-tez öz görünüşünü yoxlayırlar, başqaları ilə müqayisə edirlər və ya qüsur hesab etdiyi yerləri gizlətməyə çalışırlar. Belə insanlar da sosial mühitdən çəkinirlər, evdən çölə çıxmaq istəmirlər. Bəzən bir bölgəni bir neçə dəfə plastik əməliyyat elətdirirlər. Ən ağır hallarda isə anoreksiya, ağır depressiya və intiharla da nəticələnə bilir. HCC Clinical Hospital, sağlamlığınızı bizə etibar edin.